hansı xəstəlikdən çox müraciət olursa, o barədə geniş məlumat verim ki, insanlar bunun səbəblərini anlasınlar, bilsinlər nə etmək lazımdır. Yəni insanlarımızı maarifləndirmək lazımdır. Bizim belə açıq danışaq, xalqımızın tibbi bilik səviyyəsi çox aşağıdır. Savadlı insanlarımız çoxdur. Amma ümumi götürdükdə xalqın tibbi bilik səviyyəsi aşağıdır. Ruslara nisbətən, almanlara nisbətən, mən indi Sovet vaxtı yaşadığıma görə başqa millətləri, estonlara nisbətən, başqa millətlərlə kontaktda olmuşam, görmüşəm. Yəni Avropa millətlərindən və ruslardan geridə qalırıq. Ona görə çalışaq ki, bir-birimizi maarifləndirək. Yəni mən tibb sahəsində, kimsə başqa sahədə, yəni hamının maariflənməyə ehtiyacı var. Heç kim bu sözü pis başa düşməsin. Şəxsən mənim də maariflənməyə böyük ehtiyacım var. Böyük ehtiyacım. İnsan nə qədər çox bilirsə, o çox bilən həm insan həmişə görür ki, o az bilir. Yəni mən nə qədər çox bilirəmsə, baxıb görürəm ki, əslində mən az bilirəm. İnsanın biliyi artdıqca o az bildiyini anlayır. Ona görə bu fikri yəni pis qarşılamayın. İndi danışacağım mövzu, yəni xroniki prostatit nədir? Prostat vəzi kişidə yerləşən cinsi orqandır. Yəni cinsi funksiya yerinə yetirən əsasən orqandır. Bu orqan həm toxumun tərkibinə maddə ifraz, maye ifraz edir, qidalandırıcı maddə. Hansı maddə ki, toxumun keyfiyyətini, onun hərəkətini, onun xüsusiyyətlərini yaxşılaşdırır, onun həyat qabiliyyətini artırır. Eyni zamanda orada testosteronun daha güclü variantı olan dihidrotestosteronun əmələ gəlməsi prosesi gedir. Yəni orada sırf testosteron əmələ gəlməsə də, həmən testosteronun daha güclü variantı olan dihidrotestosteronun əmələ gəlmə prosesi gedir. Və onun parçalanması prosesi gedir. Ona görə bu vəz insan üçün, kişi üçün çox vacibdir. Prostat vəzi. Həmişə bu barədə danışıram. Yəni demək olar ki, bütün həkim praktikamın, yəni 32 illik həkim praktikamda ancaq ən çox məşğul olduğum, ən çox işlədiyim, ən çox maraq göstərdiyim sahə prostat vəzi olubdur. Prostat vəzinin xəstəlikləri olub, hətta